Salam, hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyiciləri və əziz altıncılar. Yeni Namazov 6-cı sinif 1-ci hissədən izahlara başlayırıq. İlk mövzumuz 1-ci bölmənin ilk mövzusu olan natural ədədin qüvvəti mövzusu olacaq. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, bizim 6-cı siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Dərslər haqqında ətraflı məlumat almaq üçün aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb ətraflı şəkildə məlumat ala bilərsiniz. İndi isə vaxt itirmədən keçək mövzunun izahına və daha sonra bu mövzuda olan test tapşırıqlarının həllinə bir yerdə baxaq. Sizdən xahişim isə videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Əvvəlcədən hər birinizə təşəkkürlər. Deməli uşaqlar, biz natural ədədin qüvvəti deyiləndə nə başa düşürük? Əvvəlcə gəlin onun haqqında sizə bir qədər məlumat verim. Biz aşağı siniflərdən bizə məlumdur ki, bir-birinə bərabər bir neçə ədədin cəmini biz hasillə əvəz edə bilirik. Məsələn, 2 dənə 5-in cəmini, yəni 5 üstə gəlinsin 5 cəmini biz 2 vurulsun 5 kimi yaza bilərik. Yəni burada 5 toplananından 2 dəfə istifadə olunduğuna görə biz həmin toplananların sayını vururduq toplananlardan birinə. Və yaxud da 3 dənə 6-nın cəmini biz 3 vurulsun 6 şəklində hasil kimi göstərə bilirik. İndi bəs vuruq şəklində olanda, məsələn 2 dənə 5-in hasili, yəni 5 vur 5 olanda biz bunu necə göstərərik? Bunu da natural ədədin, yəni 5-in qüvvəti kimi göstərərik və belə yazılacaq. 5 üstü həmin 5-lərin sayını biz 5-in qüvvətinə, yəni bax bura yazarıq və oxunuşu belədir. 5 üstü 2 və yaxud da 5-in kvadratı da deyə bilərsiniz. 3 dənə 6-nın hasilini də, yəni 6 vur 6 vur 6-nı da 6 üstü 3 kimi yazarıq. Və yaxud da oxunuşu da 6-nın kubu kimi də bunu oxuya bilərsiniz. Yəni, məsələn, A vuruğundan əgər n dəfə istifadə olunubsa, yəni n sayda A-nın hasilini biz qüvvət şəklində A-nın qüvvətinə n yazaraq göstərə bilərik. Yəni, A üstü n şəklində göstərmək mümkündür. İndi isə uşaqlar, gəlin tapşırıqların həllinə baxaq vaxt itirmədən. Birinci sualda nə yazıb? Birinci sualda yazıb ki, 6 üstü 5 qüvvətini hesablamaq üçün uyğun ifadəni müəyyən edin. Bax, qarışdırmayın. 6 üstü 5 o deməkdir ki, 6-nı 5 dəfə bir-birinə vurmaq. Yəni 5 dənə 6-nın hasili 6 üstü 5-dir. Buna uyğun olan da, baxın, burada göstərilir, görürsünüz. 5 dənə 6-nın hasili. Daha sonra ikinci çalışmaya baxaq. İkinci çalışmada deyir ki, qüvvət şəklində yazın və oxuyun. İkinci tapşırığın birinci variantında 3 vur, 3 vur, 3 vur, 3. Görürəm ki, burada 4 dənə 3-ün hasili var və mən bunu qüvvət şəklində 3 üstü 4 kimi yazarıq. Oxunuşu da bu formadadır. İkinci variantında 13 vur, 13 vur, 13. Görürəm ki, 3 dənə 13-ün hasilidir. Mən onu qüvvət şəklində 13-ün qüvvətinə 3 yazaraq göstərəcəm. Oxunuşu da 13-ün kubu və yaxud da 13 üstü 3 kimi olacaq. Üçüncü variantında görürük ki, 18 vuruqlarından istifadə olunub. Sayaraq görər neçə dənə burada 18 vuruq var? 5 dənə. 5 dənə 18-in hasilini də biz qüvvət şəklində 18-in qüvvətinə 5 yazaraq göstərə bilərik. Dördüncü variantda 7 vuruqlarından istifadə olunub. Sayaq görər neçə dənə burada 7 var? 6 dənə 7 var. 7 vuruğumuz var və biz bunu qüvvət şəklində 7-nin qüvvətinə 6 yazaraq göstərə bilərik. 10, 11, 12-ci variantlarda yazaq. 10-cu variantda 30 vuruqlarından istifadə olunub. 30 vuruqların sayına baxırıq, görürük ki, 4 dənə 30-dan istifadə olunub və biz onu qüvvət şəklində 30 üstü 4 kimi yazarıq. 11-ci variantında 21 vuruqlarından istifadə olunub. 21 vuruqlarının sayına baxsaq, görərik ki, 5 dənə 21-dən istifadə olunub. Ona görə 21-in qüvvətinə 5 yazaraq göstərərik. 12-ci varianta da baxaq. Bu dəfə bizim vuruqlarımız 14 vuruqudur. Yəni, neçədən istifadə olunub 14-dən? Yenə 6 dənə 14 vuruğu görürük burada və biz bunu qüvvət şəklində 14 üstü 6, yəni 14-ün qüvvətinə 6 yazaraq göstərə bilərik. İkinci çalışmamızın da həlli bu formada olacaq. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda nədir uşaqlar? Birinci variantında yazıb ki, əsası 5, qüvvət üstü 4 olan qüvvətləri yazın.
Əsas uşaqlar yadda saxlayın. Əsas həmişə bax aşağıda yazır. Əsası 5 deyilirsə, deməli 5-i yazacaqsınız. Qüvvət üstü də 4 olan dediyinə görə 5-in də qüvvətinə 4 yazacaqsınız. Və bu qüvvətləridir hasil şəklində yazın. 5 üstü 4 nə deməkdir? Yəni 4 dənə 5-in hasili. Daha sonra ikinci variantda əsası 8, qüvvəti 5 olan, yəni 8-i yazacaqsınız və qüvvət üstünə 5 yazacaqsınız. Bu da hasil şəklində 5 dənə 8-in hasili kimi göstəriləcək. Baxın, bu formada göstərilmiş olur. Üçüncü varianta da baxaq. Əsası 9, qüvvət üstü 7 olan, yenə 9-u yazacaqsınız və qüvvətinə də 7 yazacaqsınız. Hasil kimi də 7 dənə 9-un hasili. Yəni 7 dənə burada 9 vurğunun hasili şəklində göstərmiş olarıq. Dördüncü varianta da özünüz baxacaqsınız. Dördüncü suala baxaq. Yazıb ki, hesablayın. Birinci variantda yazıb 5 üstü 4. 5 üstü 4-ü əvəzgən hasil şəklində göstərir. Yəni 4 dənə 5-in hasili. Və 4 dənə 5-in hasili neçəyə bərabər olacaq? 5 vur 5, 25 vur 5, 125 vur 5, 625. Daha sonra ikinci variantında 6 üstü 3 yazıblar. 6 üstü 3 nə deməkdir? 3 dənə 6-nın hasili. Yəni 6 vur 6 vur 6, o da olur 216. Üçüncü variantında 25-in kvadratı və yaxud da 25 üstü 2 kimi də oxuya bilərsiniz. 25 vur 25 şəklində göstəriləcək və 25-in 25 hasili 625-ə bərabər olur. Dördüncü variantında 3 üstü 6 verib. 3 üstü 6 bilir ki 6 dənə 3-ün hasili şəklində göstərilir. Və 6 dənə 3-ü bir-birinə vuranda 3 vur 3, 9 vur 3, 27, 81, 243. 3-ə də vuranda 729-a bərabər olur. Beşinci variantda 13 üstü 3, yəni 13-ün kubu, 3 dənə 13-ün hasili, 13 vur 13, 169, 169-u da 13-ə vursaq eləyəcək 2197. Növbəti 6-cı variantda yazıb 40-ın kubu, yəni 40 üstü 3, bu da 40 vur 40 vur 40 deməkdir. Olur neçə? 64.000. 64.000. Digər variantlarda uşaqlar bu formada yaza bilərsiniz. Yəni hasil şəklində göstərib, daha sonra hesablayıb cavabı qeyd eləyəcəksiniz. 5-ci çalışma ilə davam eləyək. 5-ci çalışmada yazıb ki, qüvvəti hasil şəklində yazın. Bu dəfə hesablayın demir, sadəcə hasil şəklində yazmaq lazımdır. 3 üstü 5, 3 üstü 5 uşaqlar 5 dənə 3-ün hasili deməkdir. Bu formada hasil şəklində yazmaq olar. İkinci variantında 6 üstü 4 yazıb, 4 dənə 6-nın hasili. Bu formada. Üçüncü variantda 77 yazıblar. Uşaqlar bu 7 üstü 7 yəqin ki olub. Çünki biz 77 qüvvət deyil. 77 üstü 1 yəqin ki. Belə olar. Bu da elə bir dənə 77-yə bərabərdir. Sonra dördüncü variantda 12-nin kubu, yəni 12 üstü 3. Bu da 3 dənə 12-nin hasili. Yəni 12 vur 12 vur 12 şəklində göstəriləcək. 5-ci variantında 8 üstü 4-dür. 8 üstü 4. 4 dənə 8-in hasili şəklində göstərilir. Digər variantlarda uşaqlar bu formada hasil şəklində göstərə bilərsiniz. Hansı sualda çətinliyiniz olsa, yenə də yorumlarda qeyd edərsiniz, mən cavablandıracağam. 6-cı suala baxaq. 6-cı çalışma ilə davam eləyək. Cədvəli tamamlayın. Elə gəlin şəkil üzərində tamamlayaq. Deməli uşaqlar, baxın burada cədvəlin birinci sətrində n-in müxtəlif qiymətləri qeyd olunub 1-dən 10-a. Və ikinci, üçüncü, dördüncü sətirlərdə uyğun olaraq n üstü 2, n üstü 3, n üstü 4 ifadələri qeyd olunur və biz n-in uyğun qiymətlərində bu ifadələrin qiymətlərini hesablamalıyıq. Məsələn, n 1 olduqda n-in kvadratı da 1 eləyəcək, n-in kubu da 1 eləyəcək, n üstü 4 də 1 eləyəcək. n 2 olduqda 2-nin kvadratı 4 olur, 2-nin kubu, yəni 2 üstü 3, 2 vur 2 vur 2, 8 olur. 2 üstü 4 isə, yəni 2 vur 2 vur 2 vur 2, 4 dənə 2-nin hasili də 16 olur. Burada 16 yazılacaq. Sonra n 3 olduqda 3-ün kvadratı 9, 3-ün kubu 3 vur 3 vur 3, 27, 3 üstü 4 isə 27-ni bir də 3-ə vuranda 81. Daha sonra n 4 olduqda 4-ün kvadratı 16, 4-ün kubu, yəni yeni 3 qoyuruq, 4 vur 4 vur 4, 64, 4 üstü 4 isə 256-ya bərabər olur. n 5 olduqda 5-in kvadratı 25, 5-in kubu 125, 5 üstü 4 isə 625-ə bərabər olur. Daha sonra n 6 olduqda 6-nın kvadratı 36, kubunu hesablayıb yazıblar.
Bir dənə də bunu 6-ya vuranda olacaq neçə? 1296. N 7 olduqda 7-nin kvadratı 49. 49-u bir dənə də 7-yə vuranda, yəni 7-nin kubunu hesabladıqda 343. 343-ü bir dənə də 7-yə vursaq, yəni 7 üstü 4-ü hesablasaq, olacaq 2401. 2401 də buraya yazılacaq. N 8 olduqda 8-in kvadratı 64. Kubu 8 vur 8 vur 8 olur 400 neçə? 512 daha doğrusu. N üstü 4, 512-ni də bir dənə də 8-ə vursaq, yəni 8 üstü 4-ü hesablasaq 4096 olacaq. Burada 4096 yazılacaq. 9-un kvadratı 81, kubu 729, üstü 4-ü də hesablayıb yazıblar. N 10 olduqda onun kvadratı 100, kubu 1000 eləyəcək. N üstü 4 də 10.000-ə bərabər olacaq. Bu formada cədvəli tamamladıq. 7-ci çalışmada yenə cədvəli tamamlayın deyir. Birinci sətirdə n-in müxtəlif qiymətləri, ikinci sətirdə 4 üstü n və üçüncü sətirdə 5 üstü n ifadələri verilib. Hesablamalıyıq. 4 üstü n-də əvvəlcə n-in yerinə 1 qoyarıq. 4 üstü 1 bərabər olur 4-ə. İkinci sütun üzrə, üçüncü sütun daha doğrusu. 4 üstü 2-ni hesablayarıq. 4-ün kvadratı 16. Daha sonra 4 üstü 3, yəni 4-ün kubu 64. Daha sonra 4 üstü 4, 256. Daha sonra 4 üstü 5, 256'nı bir dənə də 4'ə vurduqda, yəni 4 üstü 5'i hesabladıqda görə neçə eləyir? 1024. 1024. Sonuncu da 4 üstü 6'nı hesablasaq, 1024'ü bir dənə də 6'ya vurduqda, yəni 4 üstü 6'nı hesabladıqda 6144 eləyir. Sonra düşək sonuncu sətirə. 500 deyin. N'in yerinə 1 qoyduqda 5 üstü 1 5 eləyir. 5'in kvadratı, yəni 5 üstü 2 25. 5 üstü 3, 5'in kubu 125. Daha sonra 5 üstü 4'ü hesablayırıq. 625. Daha sonra 625 vurulsun 5. Yəni 5 üstü 5'i hesabladıqda 3125. Sonuncu 5 üstü 6'nı hesablasaq, bunu bir dənə də 6'ya vurduqda eləyir 15625. 15625. Bu da bizim 7-ci çalışmamız. Daha sonra 8-ci çalışma ilə davam eləyək. 8-ci çalışmada deyir ki, deməli, hesablayın və qüvvətləri azalan sırada düzün. 8-ci sualın birinci variantı. Yazıb 5 üstü 3, daha sonra 4 üstü 5, daha sonra 2 üstü 6 və daha sonra 3 üstü 5. Bunların hər birini hesablasaq 5 üstü 3, yəni 5'in kubu 125'ə bərabər olur. Daha sonra 4 üstü 5, yəni 4'ün 5 dəfə bir-birinə hasili eləyir neçə? Deməli 4 üstü 4. 4'ün kubu 64 eləyir. 256 vurulsun 4. 1024 eləyir. 1024. 2 üstü 6 olur 64. Və 3 üstü 5 də olur 243. İndi bizə deyir ki, azalan sırada düzün. Azalan sıra nə deməkdir? Böyükdən kiçiyə. Yəni biz bu ədədləri böyükdən kiçiyə doğru düzməliyik. Ən böyüyü 1024-dür, yəni 4 üstü 5-dir. Daha sonra 243, yəni 3 üstü 5'dir. Daha sonra 125, yəni 5'in kubudur. Ən kiçiyi isə 64'dir, yəni 2 üstü 6. Bu formada azalan sıra düzdür. Üçüncü variantına da baxaq. 10 üstü 4, daha sonra 6 üstü 6, daha sonra 3 üstü 8 və 7 üstü 5. 10 üstü 4 bərabər olur 10.000'ə. Daha sonra 6 üstü 6. 6 üstü 6, yəni 6'nın 6 dəfə özünə hasili. 6 üstü 6 neçə eləyəcək? Deməli 6'nın kvadratı 36. Kubu 216. 216 vur 216 hasilini hesablayarıq. Eləyir 46656. 46656. Daha sonra 3 üstü 8'i hesablasaq, 3 üstü 8 nəyə bərabər olacaq? 3 üstü 8. 6561'ə. 6561. Sonuncu 7 üstü 5'i hesablasaq, 7 üstü 5 bərabər olur 16807'yə. Şimdi bunları da azalan sırada düzsək, azalan sıra yenə böyükdən kiçiyə. Ən böyüyü 46656, yəni 6 üstü 6'dır. Daha sonra
16807, yəni 7 üstü 5. Daha sonra 10.000, yəni 10 üstü 4. Ən kiçiyi isə 3 üstü 8, yəni 6561 3 üstü 8 kimi yazarıq. Növbəti 9-cu çalışmaya baxaq. 9-cu çalışmada deyir ki, bu dəfə hesablayın və qüvvətləri artan sırada yazın. Bu dəfə birinci və ikinci variantları yazacağam. Birinci variantda 2 üstü 9, 6 üstü 4, daha sonra 9 üstü 4 və 12-nin kubu yazılıb. 2 üstü 9 512 eləyir. Daha sonra 6 üstü 4, yəni 216 vurulsun 4 olur 864. Daha sonra 9 üstü 4, 9 üstü 4 bərabər olur 6561-ə. 12 üstü 3 də ki, yəni 12-nin kubunu da hesablasaq 144 vurulsun 12 bərabər olur 1728-ə. İndi bunları artan sırada düzün deyir bu dəfə. Artan sıra nə deməkdir? Kiçikdən böyüyə. Ən kiçik hansıdır? 512, yəni 2 üstü 9. Daha sonra 6 üstü 4. Daha sonra 12'nin kubu və ən böyüyü də 9 üstü 4. Bu formada artan sırada düzdür. İkinci variantına baxaq. Ədədlərimiz 3 üstü 8. Daha sonra 20'nin kubu, yəni 20 üstü 3. 8 üstü 6 və 7 üstü 7. Bunları da bir-bir hesablayıb artan sırada düzərik. Əvvəlcə 3 üstü 8-i hesablasaq, 3 üstü 8, yəni 3-ün 8 dəfə öz-özünə hasilidir. Bunu hər dəfə deyirəm ki, yəni qarışdırmayasınız. 3 üstü 8-i hesablasaq olacaq 6561. Daha sonra 20'nin kubu olur 8000. Daha sonra 8 üstü 6, yəni 8'in 6 dəfə öz-özünə hasili olur 262144. Uşaqlar, bunları kalkulatorla da hesablaya bilərsiniz. Yəni burada əsas məqsəd siz 8 üstü 6-nın nə demək olduğunu başa düşəsiniz. 8 üstü 6, yəni 8'in 6 dəfə öz-özünə hasili. 7 üstü 7-ni də hesablasaq, 7 üstü 7 bərabər olur 823543-ə. Bunları da artan sırada düzsə, yəni artan sıra yenə kiçikdən böyüyə doğru düzməkdir. Ən kiçiyi olur burada 3 üstü 8, daha sonra 8000, yəni 20'nin kubu, daha sonra bu 262.000, yəni 8 üstü 6, ən böyüyü də 7 üstü 7 olacaq. Üçüncü variantı da bu formada hesablayıb artan sırada düzəcəksiniz. 10-cu çalışmaya baxaq. 10-cu çalışmada yazıb ki, müqayisə edin. Uşaqlar, müqayisə eləmək nə deməkdir? Yəni hansının böyük, hansının kiçik və yaxud da bir-birinə bərabər olub olmadığını yoxlamaq. 5'in kubu və 3 üstü 5. 5'in kubu uşaqlar 125 eləyir. 3 üstü 5 isə 243 eləyir. Hansı böyükdür? 3 üstü 5 təbii ki. İkinci variantında yazıb 2 üstü 8 və 11'in kubu. 2 üstü 8 bərabər olur 256-ya. 11'in kubu isə, yəni 11 üstü 3 isə, 11'in 3 dəfə öz-özünə hasili isə bərabər olur 1331-ə. Hansı böyük olur? Təbii ki, 1331, yəni 11'in kubu. Üçüncü varianta baxaq. 7'nin kubu və 4 üstü 4. 7'nin kubu uşaqlar eləyir 343. 4 üstü 4 isə eləyir 256. Hansı böyükdür? 343, yəni 7'nin kubu. Dördüncü varianta baxsaq, 4 üstü 6 və 6 üstü 4. 4 üstü 6 uşaqlar 4'ün 6 dəfə öz-özünə hasilidir. 6 üstü 4 isə 6'nın 4 dəfə öz-özünə hasilidir. 4 üstü 6 4096-ya bərabər olur. 6 üstü 4 isə, yəni 6'nın 4 dəfə öz-özünə hasili isə 1296-ya bərabər olur. Hansı böyük olur? Yəni 4096, 4 üstü 6 daha böyük olmuş olur. 5-ci və 6-cı variantlara da baxaq. 12'nin kubu və 3 üstü 6. 12'nin kubu uşaqlar, yəni 12 üstü 3, 12'nin 3 dəfə öz-özünə hasili 1728-ə bərabər olur. 3 üstü 6 isə 3'ün 6 dəfə öz-özünə hasili isə 729-a bərabər olur. Hansı böyükdür? 1728, yəni 12 üstü 3. Növbəti 6-cı variantda baxaq. 2 üstü 10 və 10 üstü 3. 2 üstü 10 1024-ə, 10 üstü 3 isə 1000-ə bərabər olur. Hansı böyükdür? 2 üstü 10. 7-ci və 8-ci variantları da bu formada yazacaqsınız. İndi burada uşaqlar 11-ci çalışma ilə davam eləyərik. Əvvəlcə gəlin bu hissəni oxuyaq, görək burada nə qeyd olunub. Deyir ki, 729 bərabərdir 3 üstü, məsələn, kvadrat. Bərabərliyində boş xana yolun ədədi müəyyən edin. Yəni 3 üstü neçə 729-a bərabər olur?
Bax deyir, hər biri 3-ə bərabər olan vuruqların hasili tapılır. Hasil 729-a bərabər olduqda vuruqların sayı qüvvətin üstünü göstərir. Məsələn, bir-bir baxın. Əvvəlcə 3-ün kvadratını hesablayıb, sonra 3-ün kubunu hesablayıb, sonra 3 üstü 4-ü hesablayıb, sonra 3 üstü 5-i hesablayıb, 3 üstü 6-nı hesablayanda görüb ki, 729 eləyib hasil və deməli burada boş xanaya neçə yazılmalıymış? 6. Biz də bu üsuldan istifadə edib bundan sonraki çalışmaları, yəni daha doğrusu 11-ci çalışmanı həll eləyərik. 11-ci çalışmada yazıb ki, birinci variantda 512 bərabərdir 2 üstü neçə? Mən 2-nin qüvvətlərini yazacağam aşağıda. 2 üstü 1 2-yə bərabər olur. 2 üstü 2 yəni 2-nin kvadratı 2 vur 2 4. Daha sonra 2 üstü 3 yəni 2-nin kubu 2 vur 2 vur 2 8. 2 üstü 4 16. Daha sonra 2 üstü 5 32. 2 üstü 6 64. Hasil 512-yə bərabər olduqda artıq dayandıracağım. 2 üstü 7 128. 2 üstü 8 256 və 2 üstü 9 512. Deməli 2 üstü neçə 512-yə bərabərmiş? 2 üstü 9. Deməli burada boş xanaya kvadratın yerinə 9 yazılmalı və bura 9 yazılır. Daha sonra ikinci variantına baxaq. İkinci variantda yazıb 3125 bərabərdir 5 üstü neçə? Yenə 5-in qüvvətlərini yazaraq bir-bir. 5 üstü 1 5. 5-in kvadratı 5 üstü 2 25. 5-in kubu 125. 5 üstü 4 625 və 5 üstü 5 625-i bir dənə də 5-ə vuranda 3125. Deməli 5 üstü neçə 3125-imiz? 5 üstü 5. Burada boş xanaya 5 yazılmalıdır. Üçüncü varianta baxaq. Yazıb 2401 bərabərdir 7 üstü neçə? 7-nin qüvvətlərini yazarıq yenə. 7 üstü 1 7. 7-nin kvadratı 49. 7-nin kubu 343. Daha sonra 7 üstü 4. Yəni 343 vurulsun 7. Bir dəfə də 7-yə vursaq bunu. Olur 2401. Deməli 7 üstü 4'müş. Burada kvadratın yerinə 7 üstü 4 yazılmalıdır. Növbəti 4-cü çalışmaya baxaq. 1024 bərabərdir 4 üstü neçə? 4-ün qüvvətlərini yazaram. 4-ün kvadratı 16. 4-ün kubu 64. Daha sonra 4 üstü 4, yəni 4, bu 64'ü bir yəni 4'ə vuranda 256. Və nəhayət 4 üstü 5 olur 1024. Deməli burada kvadratın yerinə 5 yazılmalıdır. 9-cu və 10-cu variantlara da baxaq uşaqlar. İstəyirəm ki, özünüz də biraz işləyəsiniz ki, yəni başa düşərək qulaq asasınız, yaza bilərsiniz təbii ki. 2 üstü kvadrat. 2-nin qüvvətlərini yazıram. 2-nin kvadratı 4, 2-nin kubu 8, 2 üstü 4 16, 2 üstü 5 32 eləyir. 2 üstü 6 64. 2 üstü 7 128. 2 üstü 8 256. 2 üstü 10 1024-ə bərabər olur uşaqlar. Və nəhayət 2 üstü 11 2048-ə bərabər olur. Deməli burada kvadratın yerinə 11 yazılmalıdır. Sonuncu 10-cu variantda baxaq bu çalışmada. 7776 deyir 6 üstü neçədir? 6-nın qüvvətlərini yazsaq 6-nın kvadratı 36, 6-nın kubu 216, 6 üstü 4. Yəni 216-nı bir dənə də 6-ya vuranda eləyir 1296 və nəhayət 6 üstü 5 olur 7776. Deməli bura 5 yazılmalıdır. Bu da bizim 11-ci çalışmamız. Davam eləyək 12-ci çalışma ilə. 12-ci çalışmada deyir ki, uşaqlar, çalışma 12. İfadənin qiymətini hesablayın. Birinci variantda yazıb 5 üstü 5 çıxılsın 6 üstü 4. Həm azalanın, həm çıxılanın qiymətini hesablayıb daha sonra çıxarıq. 5 üstü 5 olur 625 çıxılsın 6 üstü 4-dəki bərabər olur 1296-ya. Daha doğrusu uşaqlar, burada 5 üstü 5 625 eləmir. 5 üstü 5 625-in bir dəfə də 5-ə hasil. Yəni 5 üstü 5, 5-i 5 dəfə bir-birinə vururuq. 3125 eləyir. Və biz 3125-dən çıxarıq 1296-nı. Olur 1829. 1829. İkinci variantına baxaq. Yazıb 7-nin kubu üzərinə gəlinsin 2 üstü 8. 7-nin kubu 343 eləyir.
Üzərinə gələcəm. 343-ün üzərinə gələrik. Neçəni? 208. 208 də ki 256-ya bərabər olur. Yəni 343 ilə biz 256-nı toplayarıq. Olacaq neçə? 599. Davam eləyək. Növbəti 3-cü varianta baxaq. Yazıb 3 üstü 4 vurulsun 4 üstü 4. Ayrı-ayrılıqda hesablayıb vurarıq bir-birinə. 3 üstü 4 bərabər olur neçəyə? 243-ə. Vurarıq. 243-ü vurarıq. 4 üstü 4-ə, yəni 256-ya. 256-ya. Bu da bərabər olacaq. 256 vursun 243, 62208. Uşaqlar, yenə deyirəm, bunları kalkulatorla da hesablaya bilərsiniz, özünüz alt alta vurub da tapmaq olar. Dördüncü varianta baxaq. 6 üstü 4 bölünsün 2 üstü 4. 6 üstü 4 nəyə bərabər olur? 6 üstü 4, yəni 6-nı 4 dəfə öz-özünə vurduqda olur 1296. Yəni biz 1296-nı bölərik 2 üstü 4-ə. 16-ya. 1296-nı böləndə 16-ya olur 81. Doğru cavab 81. Burada 5-ci varianta da baxaq. Yazıb 2 üstü 4 üstü 3 çıxılsın 5 üstü 4. Uşaqlar, əvvəlcə 2 üstü 4-ü hesablayırıq. 2 üstü 4 eləyir 16. Sonra 16-nın kubunu hesablayıb ondan çıxaram 5 üstü 4. Yəni 5 üstü 4-dən neçə eləyir? 625. 16-nın kubunu əvvəlcə hesablayaq. Görək 16-nın kubu nəyə bərabər olur? 16 üstü 3. 4096. Və biz 4096-dan çıxarıq 625-i. Olur 625-i çıxanda olur 3471. Başqa uşaqlar, burada hansı varianta baxaq? Baxın, bu son 4 varianta baxaq. Son 4 varianta. 13-cü variant. Yazıb 5,5 vurulsun 4-ün kvadratı vurulsun 4 üstü 4 çıxılsın 6-nın kubu. Əvvəlcə bilirik ki, uşaqlar, mötərizənin içərisi həll olunmalıdır. Vurulsun 4 üstü 4 olur 256. Çıxıram 6-nın kubunu, yəni 216-nı. Bərabər qoyuram. 5,5 vurulsun 4-ün kvadratı 16 eləyir. Vurulsun 256-dan da 216 çıxanda 40. İndi hasildə fərqi yoxdur. Birinci hissəsiz 5,5-i 40-a vurarsınız. 22, 22-ni də vurarsınız 16-ya. 22 yox, daha doğrusu uşaqlar. Deməli 220, 220-ni də vurarsınız 16-ya. Görə 220-ni 16-ya vuranda neçə eləyir? 220 vurulsun 16. 3520. Cavab olacaq 3520. 14-cü varianta baxaq. Yazıb 2000 bölünsün 5-in kubu üstü 3 çıxılsın 7-nin kubu. Əvvəlcə mötərizənin içərisini hesablayarıq. 2000 bölünsün 5-in kubu 125 üstü 3 çıxılsın 7-nin kubu da 343 eləyir. Bərabər qoyaram. 2000-i 125-ə böləndə 8 olur. 8-in kubu çıxılsın 7-nin kubu. Yəni 8-in kubu olur 512. 512-dən çıxaram 343-ü. 512-dən çıxanda 343-ü olur 169. Deməli 14-cü variantda doğru cavabımız 169 olacaq. Növbəti 13-cü çalışmaya da baxaq. Deyir, uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın. 13-cü çalışmada. Birinci variantında yazıb ki, 12 ilə 7-nin fərqinin 5-ci qüvvəti. 12 ilə 7-nin fərqi. Əvvəlcə fərq dediyinə görə mötərizədə 12 çıxılsın 7. Bu fərqin 5-ci qüvvətdə qüvvətinə 5 yazarıq. Onlar mötərizənin içərisi 5 eləyir. 5 üstü 5. 5 üstü 5 də nəyə bərabər olur? 3125-ə. İkinci variantında deyir ki, 6 üstü 4 və 3 üstü 5-in cəmi. Yəni yazaram 6 üstü 4, cəm dediyinə görə üstünə gəlinsin 3 üstü 5. 3 üstü 5. 6 üstü 4 olur. 6 üstü 4-ü hesablasaq olacaq 1296. Üzərinə gələcəm 3 üstü 5-i. 243-ü. Üzərinə gələcəm 243-ü. 1296-nın üzərinə də 243 gəldikdə eləyir 1539. Bu da belə. Üçüncü variantda deyir ki, 8-in 3-cü qüvvətinin 7 ilə hasili. 8-in 3-cü qüvvəti 8 üstü 3, 7 ilə hasildə vurulsun 7.
8 üstü 3 eləyir 512. 512-ni də 7-yə vuranda cavab olur 3584. Bu da belə. Dördüncü varianta baxaq. 2-nin 8-ci qüvvəti, yəni 2 üstü 8 bölünsün 32. Bu eləyir neçə? 8. Deməli 2 üstü 8 bərabər olur 256-ya. 256-nı da 32-yə böləndə 8 eləyir. 6-cı varianta baxaq sonuncu. 16 ilə 8-in fərqinin, yəni 16 çıxılsın 8, 4-cü qüvvəti ilə 1025-in fərqi. Bax, bu formada yazacaq ifadə kimi. O da olur 8 üstü 4 çıxılsın 1025. 8 üstü 4-ü hesablasaq, 8 üstü 4 bərabər olacaq. Yəni 8-i 4 dəfə bir-birinə vuranda 4096. 4096-dan da 1025 çıxanda olur 3071. Doğru cavab 3071. Bu da bizim 13-cü çalışmamız. Burada 27-dən çalışma var uşaqlar. Deməli 27-dən çalışma indi video çox uzun olmasın deyənə bunu 2 dənə video izahda çəkəcəm. Hələ ki 13 dənəsinə baxdıq. Digər 14 dənəsinə də bundan sonraki video izahda baxarıq. Bugünkü videomuz bu qədər. Gələn dərslərə görüşənədək hələlik sağ olun.